Her vaxtınız xeyir olsun. Bildiğiniz kimi 2 gündən sonra, yani iyun ayının 13-də 2025-2026-cı tədris ili sona çatır və məzunların həyatında unudulmaz bir iz buraxacaq gün, yəni son zəng tədbiri keçiriləcəkdir. Və bu son zənglə bağlı Elm və Təhsil Nazirliyi başda məzunlar və onların valideynləri olmaqla təhsil ictimaiyyətinə, məktəblərə, məktəbdə fəaliyyət göstərən müəllimlərə bir müraciət ünvanlamışdır. Mən bu müraciəti sizlərin diqqətinə çatdıracağam. Müraciətə keçməzdən öncə bir haşiyəyə çıxmaq istərdim. Mənə çox suallar verirlər. Mən özüm məktəbdə dərs dediyim üçün bir çox hallarda şagirdlər deyir ki, Turqay müəllim, bugünkü son zəng tədbirlərindən razısınızmı? Mən onlara cənab nazirin keçən ilki çıxışını xatırladıram. Deyirəm ki, cənab nazirə də belə bir sual verilmişdi ki, son zəng tədbirlərinin mövcud vəziyyəti sizi qane edirmi? O da dedi ki, mən nazir kimi yox, bir vətəndaş kimi fikrimi bildirməli olsam, qeyd etmək istərdim ki, bugünkü son zəng məni qane etmir. Çünki uşaqların həyatında bir dəfə baş verən prosesi biz o qədər çərçivəyə salmışıq ki, və bugün artıq şagirdlər son zəngdən bizim dövrümüzdəki qədər zövq ala bilmirlər. Bunun səbəbi nədir? İctimai qınaq. Və bizim bir çox qadağalarla üzləşməyimizin səbəbi ictimai qınaqdır. Xatırlayırsınızsa, keçən il son zəng tədbirlərinin birində Gəncə şəhərində şagirdlər məktəbə tədris təlim prosesinə uyğun olmayan bir musiqi səsləndirdilər və bunun nəticəsində məktəb rəhbərliyi cəzalandırıldı. Bu yaxşıdırmı, pisdirmi başqa mövzudur, amma bu kimi hər xırda detalı çəkib paylaşmaq nəticədə bizim şagirdlərimizin bugün zövq ala bilmədiyi son zəng tədbirinin formalaşmasına gətirib çıxarıbdır. İndi isə keçmək istərdim Nazirliyin müraciətinə. Nazirlik müraciət edir. Əziz məzunlar, valideynlər və təhsil ictimaiyyəti. 2025-26-cı tədris ilinin son zəng tədbirləri 13 iyun 2026-cı il tarixində keçiriləcəkdir. Tədbirlər ümumi təhsil müəssisələrinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan məktəblərdə isə akt və idman zallarında təşkil olunacaq. Tədbirlər saat 8, 9 və yaxud da ki 10-da başlayacaq, ən gecə 2 saat ərzində başa çatacaqdır. Tədbirdə 1-ci və 11-ci sinif şagirdlərinin valideynləri, təhsil idarəetmə orqanlarının nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, yerli icra hakimiyyəti və hüquq mühafizə orqanlarının nümayəndələri iştirak edə bilərlər. Son zəng Azərbaycan Respublikasının dövlət himni ilə başlayacaq. Daha sonra vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. Məzunlar tədbirdə məktəbli formasında iştirak etməli, məktəbin daxili, milli, mənəvi dəyərlərinə uyğun qurulmalı, bayağı musiqilərin səsləndirilməsinə yol verilməməlidir. Sizlərdən xahişimiz, ricamız ondan ibarətdir ki, son zəng tədbirləri zamanı maksimum dərəcədə qoyulmuş tələblərə riayət edin ki, növbəti illərdə şagirdlərimiz növbəti qadağalarla üzləşməsin. Hər bir məzuna gələcək həm şəxsi həyatında, həm təhsil həyatında uğurlar arzulayıram. Ümid edirəm ki, bu son zəngimiz də xatasız, balasız keçəcəkdir.